Değerli müəllimlər, mən sizə bugün bir test nümunəsini izah edəcəm. Hansı ki, testdə əsas düzgün cavabı qeyd etməklə yanaşı, nə üçün bu cavabı götürürük və bu testdə digər oxuduğumuz mövzularla nə kimi əlaqəsi var, onları izah edəcəm. İzaha başlamamışdan öncə bir cümləni sizə qeyd etmək istəyirəm. Qətiyyən panikaya düşmürük. Kurikulum time üzərindən heç nə düşmür. Kurikulum oxuduqlarımdan ibarət deyil. Artıq kurikulum çox çətindir və mən sanki oxuduğumu yox, başqa bir suallarla imtahanda qarşılaşıram tipli bir çox müəllimlərin verdiyi fikirlər sizi həvəsinə salmasın. Sırf bu test nümunəsi üzərində əslində oxuduqlarımızın düşdüyünü, sadəcə olaraq oxuduqlarımızın adlarını bizə deklarativ bilik xarakterli suallarla yox, daha düşündürücü suallarla olduğunun şahidi olacaq. İlk başda oxuyuruq. Bu sual çox sadə bir sualdır. Biz pedaqoji fəaliyyətimiz zamanı daim istifadə etdiyimiz bir sualdır. Sadəcə olaraq mən bu sualda sizi inteqrasiya edəcəm. Nə mənada inteqrasiya edəcəm? Gəlin başlayaq. Əziz müəllimlər, sualı oxuyuruq. Sualın içərisində deyir ki, təlim nəticəsini şagirdlərə əvvəlcədən elan edirik. Əslində biz bunları bilirik. Təlim nəticəsini əvvəlcədən elan edirik ki, şagirdimiz dərsin sonunda hansı bacarığa yiyələnəcəyini əvvəlcədən bilsin. Bəs yaxşı, Aytaç müəllim, burada nə var ki, bunu mən də bilirəm, hamı işləyə biləcək bir sualdır desəz. Əziz müəllimlər, bu sualda bir çox əlaqə var. Bu sualı bu cür yox, başqa cür bəzən bizə situasiya şəklində tətbiq edirlər və bizdən istəyirlər ki, oxuduqlarınızı tətbiq edin, situasiyanı düşünün. Məsələn, elə bir yanaşma verə bilər ki, uzun bir cümlə verə bilər. Orada müəllimin şagirdlərə təlim nəticəsini dediyi və sualın cavablarında isə fərqli cavabları götürə bilər. Məsələn, burada müəllimin atdığı addım necə olmalıdır, necə olacaq tipli. Biz təlim nəticəsinin şagirdlərə əvvəlcədən elan olunmasına bağlı bir çox mövzularda əlaqə yaratmışıq. Məsələn, sosial Vygotsky nəzəriyyəsini keçəndə demişik ki, düzgün scaffolding üçün təlim nəticəsinin meyarları şagirdlərə əvvəlcədən demək önəmlidir. Çünki indiki uşaqların ehtiyac və maraqları onu bizdən təbii. Çünki indiki uşaqlar səbirsizdir. Dərsə cəlb olunmaları üçün ən vacibdir. Deməli, biz dərsə cəlb olunmada da scaffoldingdə Vygotsky'nin sosial inkişaf nəzəriyyəsində əslində təlim nəticəsinin əvvəlcədən elan olunan şagirdlərin fəaliyyətində nə qədər mühüm üstünlüyün olduğunu şahidi olduq. Ona görə də biz oxuduqlarımızın əsasında situasiyalardan çıxış edirik. Yəni, əvvəlki kimi, tutaq ki, biliyin növünü qeyd eləyim tipi suallar olsa belə, amma digər o gündəlik fəaliyyətimizlə bağlı olan suallar artıq situasiya alınacaq. Ona görə qətiyyən panikaya düşmürük. Oxuyuruq, kurikulumun əsas hissələrini başa düşürük. Başa düşdükdən sonra istənilən bir sual qarşısında aciz qalmırıq. Hər birimizə imtahanda uğurlar arzulayıram.